Salam Azərbaycan xalqı. Mən Salayev Bəxtiyar 44 günlük Qarabağ Vətən müharibəsinin 3-cü qrup əlili, Gənc Qazilər İctimai Birliyinin Masallıron filialının sədri, Gənc Qazilər İctimai Birliyinin Cənub zonası üzrə kuratoru olaraq mühüm bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Dünən gecə Gənc Qazilər İctimai Birliyinin Respublika üzrə sədri Hacı Vəliyev Bakı şəhər baş polis idarəsi tərəfindən əsaslı şəkildə saxlanılır. Hacı Vəliyev 44 günlük Qarabağ Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərini gündəmə gətirib mövcud çatışmamazlıqları səsləndirib. Onun məqsədi həssas təbəqənin sosial rifahının yaxşılaşdırılması və hüquqlarının qorunması olub. Bu gün Hacı Vəliyevə 22 günlük sanksiya tərtib edilərək Kürdaxanın təzyiqxanasına göndərilir. Ona qarşı sürülən iddiamlar əsassızdır. Biz onun tezliklə azadlığa buraxılmasını tələb edirik. Biz Gənc Qazilər İctimai Birliyi olaraq hər zaman dövlət və dövlətçinin yanında olmuşuq. Heç bir siyasi iddiamız yoxdur. Məqsədimiz qazilərin, şəhid ailələrini və müharibə iştirakçılarının hüquqlarını müdafiə etmək və onların sosial problemlərinə diqqət çəkərək aidiyyəti qurumlara müraciət etməkdir. Ümid edirik ki, bu məsələ tezliklə ədalətli şəkildə həll ediləcək və Qazi Hacı Vəliyev tezliklə azadlığına qovuşacaqdır.